çəkə bilər və inanılmaz dərəcədə bundan əziyyət çəkən şəxs üçün qorxuncdur. Çünki həmin şəxs, bəzən insanlar, ətrafdakılar o panik atakdan əziyyət çəkən insanlara deyirlər ki, şişirtmə, böyütmə, özünə gəl, özünü ələ al. Amma bu o qədər də sadə deyil və o qədər ki, bədəndə ürək döyüntüsü təsəvvür edin ki, yarım saat ərzində artır. Yəni, yarım saat ərzində yüksək qalır. Tap, 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 sanki ürəyi yerindən çıxacaqmış kimi. Təsəvvür edin ki, o adam yarım saat ərzində boğulacaqmış, ölüm qorxusu ilə mübarizə aparır və bunlardan əziyyət çəkmək, yarım saat bunlara qatlanmaq özü böyük bir bədən üçün efordur, stressdir. Və əgər bu durum artıq psixiatrik problem halına keçibsə, təbii ki, və psixiatr və psixoloqların nəzarət altında müalicə olunmalıdır. İlkin müalicə isə psixoterapevtik müalicədir təbii ki. Bu, həmin şəxsin nəyə görə bu vəziyyətə düşə biləcəyini araşdırır